Salam əziz şagirdlər. Bu video izahımda bazar günü keçirilmiş, yəni 19 apreldə keçirilmiş 10-cu siniflərin güvən nəşrlərinin sinif onlar üçün qrup 1 sınavının izahını verəcəm. Vaxt itirmədən keçək sualların izahına. Biri digərinə 60% olan iki natural ədədin ortaq olmayan sadə qrupların hasilini tapın. Biz düşünək ki, ədədin biri tutalım ki 10'dur, digəri də 60%-nə bərabərdirsə 6'dır. Ortaq olmayan sadə qrupların hansıdır? Bunu sadə qruplarına ayırsam 2, 5, 5, 1. Bunu sadə qruplarına ayırsam 3, 1. İkilər ortaqdır, olmayan 5'dən 3'dür. 5 vur 3, 15 cavab olur C variantı. Çoxları şu aşağıdakilərdən hansı doğru deyil? Birləşməsi təbii ki 1, 3, 4, 5'i verir. Çünki 3, 4 ortaqdır. Bu 3, 4'ü yuxarı yazaq. Gözümüzün qabağında olsun görək. A'dan B'nin fərqi. Belə deyək də. Bir dənə çoxluqları çəkim, göstərim sizə. Bax bu A'dır, bu B'dir. 3, 4 daha doğrusu belə deyək. Belə deyək. Bir dəqiqə. Bu B bunun içərisindədir. Bu B bunun içərisindədir. Bir dəqiqə. Neyse. Bir dəqiqə. Bu formada 2 dənə çoxluqdur. Bu formada 2 dənə çoxluq. Bu A çoxluğu, bu B çoxluğu olsun. 3, 4 içəridədir. 1, 2, 5 də burada. Bu formadadır. Birləşməsi təbii ki hamısını verir. Aydın məsələdir, bu doğrudur. Doğru değil soruçur. A fərqi B 1, 2, 5, 1, 2, 5 verdiği hissə haradır? Bu hissə bax. A fərqi B. Bu hissəni verir. Bu da doğrudur. Bu da doğru. A kəsişmə B. A kəsişmə B ilə B'nin özünü verir. 3, 4 doğrudur. Deməli bu da doğru. B fərqi A 3, 4'ü verir. Xeyr. B fərqi A bizə boş çoxluğu verməlidir. Çünki sən B'ni çıxırsan, nə qalır ki daha orada? Heç bir şey qalmır. Cavab olur D variantı. Dövrü onluq kəsin adi kəsiş şəklində yazışında məxrəci aşağıdakilərdən hansı ola bilər? Qarışıq dövrü onluq kəsirdim. 90'da 27 çıxılsın 2 yazsam, olar belə 90'da 25. 5'e ixtisar getsə 5, burada olur 18. Məxrəci hansı ola bilər? Bilər D variantı. Doğru deyil, bəli o düzdür. 36 ola bilərdi, 2'yə vursam 36 olur. 30% 42'yə bərabər olan ədədin 75%'ni tapın. Deməli ədədim tutam ki 100% x-dir. Bunun 30% 42'yə bərabərdirsə, buradan x-i tapsaq 100 vur 42 bölünsün 30'a. Belə geçsə, bu da belə geçsə 14. 140. 140 ədədinin 75% bir A'ya bərabər olsa, A bərabərdir 75 vur 140 böl 100'ə. Bu belə geçsə, 5'i ixtisar geçsə, burada qalar. Deməli 15, burada da qalar 2. Burada geçsə 7. Cavab eləyir 7'nin də 15'e vuranda 105 D variantı. Bizdən AB, CD olasa şəkil əsasın ikisi tapın. Mən paralel olduğunu deyir onsuz da orada. AB, CD'ye paraleldir. Paralel aydın məsələdir ki, bura 5 qızdırsa, burada 5 qızdır. 5 qız. Buradan bura olur 180 çıxılsın 5 qız.
180 çıxılsın 5x, üstə gəl 3x bizə 7x verir. Səbəb şu bucağın iki daxili bucağı özünün qonşu olmayan xarici bucağına bərabərdir. 180 bərabərdir 7x üstə gəl 5x çıx 3x. Bu eləyir 9x, x də bərabərdir 20 dərəcə. Bizdən də x-i soruşduğu üçün 20 dərəcə B variantı. Sinifdə 9 şagirdin yaşlarının ədədi ortası 15-ə bərabər. Fikirləşək ki, 9 şagirdin yaşlarının cəmi x-dır. 9 şagird isə 9-a bölməli, yaşlarının ədədi ortası 15. Onda x bərabərdir 135. Bəli. Aha. Sinifdəki müəllimin 35 yaşı olarsa, 135 yaşlarının cəmini üstə gəl 35 bölür 10 nəfərə. Müəllim şagirdlərin birlikdə yaşlarının ədədi ortasını tapdı. Çünki 10 nəfər oldu. 9 var idi, bir nəfər də belə gəldi. Oldu deməli burada 170 böl 10. Cavab eləyir 17 D variantı. Bərabəryanlı düzbucaqlı üçbucağın hipotenuzu üzərində qeyd olunmuş. Bir dənə düzbucaqlı üçbucaq çəkək. Bərabər yanlı olsun. Bura neçə dərəcədir? 45 dərəcə. Hipotenuzun üzərində qeyd olunmuş nöqtədən, hipotenuzun üzərində bir nöqtə qeyd edirəm. Qeyd olunmuş nöqtədən katitlərə qədər məsafələr. Bu katitə qədər məsafə. Bura 2-dir və 4 cm. Tutalım ki, burada olsun 4. Aha. Katitdən uzunluqlar cəmi. Onda burada 45 olur mu? Bəli. Bura 45 ise burada 45 idi. Onda burada 2 olur. Bərabər yanlı daxı. Bura 45 ise burada 45'dir. Burada olur 4. Burada 2, burada 4. Deməli, katitdən uzunluqlar cəmi. Katitin biri 6'dır. Uzunluqlar cəmi 12. C variantı. Cəmi 8 hasili 3 olan x plus belə deyək ki y, x plus y 8, x vur y 3 olarsa x kvadrat y üstəgə x y kvadrat ifadəsinin qiymətini tapın. X, y qiymətini xaricdən çıxartsam x plus y olar. Gətirib yerindən qoysam 3 vurulsun 8 cavab eləyir 24 C variantı. AB vətər çevrəni iki qövsə ayırır. Bir dənə çevrə çəkək. Bu da bizim AB vətərimiz olsun. A, B vətəri. Kiçik, bu qövsən kiçiyi 108 dərəcə. Bura 108 dərəcə olsa, AB vətəri ilə A nöqtəsindən keçən toxunan arasındakı kör bucağı tapın. Bir dənə də toxunan çəkək, çəkdik toxunan. Biz bilirik ki, bura 108 isə, bura 108 isə, buranı bilirik ki, onun yarısıdır, 54 dərəcədir. Yəni, bax, daxili bucaqdan, bu həmin başqa rəngdə göstərirəm. Bu bucaqdan daxili bucaq söykəndiyi qövsün yarısına bərabər olur. Da düzdürmü? Onda belə çıxır ki, bunlara ehtiyac yoxdur artıq. Onda bura 180-dən 54 çıxanda 126 dərəcə qalır B variantı. İfadəsinin qiymətini hesablayın. 12 vur 3-cü dərəcədən 18 üstəgə. Bura 81'dir. Kökün altındadır. 9 çıxır. Kök altında 12 vur. 18'den 9 27. Bundan da kök 3 çıxır. 3-cü dərəcədən. Bundan da kök 6 çıxır. A variantı. Kvadrat tənliyi kökləri cəmi 2 olası köklərin kvadratları cəmini tapın deyir. Köklərinin cəmi 2'dir. Köklərinin kvadratları cəmini istəyir. Bunu mən x1 üstə gəlsin x2'nin kvadratı çıxılsın 2x1 x2 yazsam nə baş verər? Buradan x1 plus x2'ni bilirik. 2'dir kvadratı 4'dür. Bizə lazımdır x1 x2'ni tapmaq. x1 vur x2'ni. Onu da tapmaq üçün mənfi 4'ü k'ya bölməyim. K'nı tapmalıyam. K'nı da tapmaq üçün tənliyin köklərinin cəmi 2'dirsə 2 də eyni zamanda bizə 8 bölünsün k idi. Yəni bu mənfi 8'dir. Sadəcə qabağında da bir dənə ümumi mənfi olduğu üçün 8 bölünsün k olur. K olur 4. Burada k'nın yerinə 4 yazsam tənliyin köklərinin hasılı olur mənfi 1. Üstə gəlinsin 2. Cavab edir 6. C variantı. Tənliyindən y tapın. Bax, kök altında, modulda ifadələrin əgər cəmi 0'a bərabərdirsə, deməli bu ifadələrin hər biri 0 olmalıdır. Buradan x bərabərdir 3. Gətirib yerinə qoysam 3 çıxılsın 2 y üstə gəlsin 7 bərabərdir.
0 y də bərabər olur 5. B variantı. Sonra təpə nöqtələrini 3'ü çevrənin üzərində bir dənə çevrə çəkək. Aha. Dördüncüsü bu çevrənin mərkəzində olan rombun. Bir dənə romb çəkək. Bu formada romb. Dördüncüsü bu çevrənin mərkəzindən rombun iti bucağını tapın. Bura alfadırsa, bu qövsdür alfadır. Bu da alfadır. Səbəb, çünki rombun körbucaqları bir-birinə bərabərdir. Onda bu qövs olur 2 alfa. Bax, bu qövs deyirəm. Bax, söhbət bu qövsdən gedir 2 alfadır. Bildinizmi? Onda 3 alfa 3 alfa bərabərdir 360'a, alfa da bərabərdir 120 dərəcə. Alfanı tapdıq. 120 dərəcə. İki bucağı soruşur, buranı soruşur. Burada olur 60 dərəcə. D variantı. Şəkildə düzgün olmayacaqlı verilmiş şəklə əsasən alfanı tap. Kiçildək. Yaxına gətirək şəkili. Rəngi dəyişək. Düzgün olmayacaqlı verilmiş şəklə əsasən alfanı tapın. Bax, biz bilirik ki, olmayacaqlının bir xarici bucağına görə, bu xarici bucağa görə 360'ı təbii ki 10'a bölsək 36 dərəcə olur. Bir xarici bucaq 36 dərəcədirsə, bir daxili bucaq 144 dərəcə olur. Düzdürmü? Düzdür. İndi buradan və əlavə olaraq 1, 2, 3, 4, 5. Baxaq ki, bunu da belə bölürmü? 1, 2, 3, 4, 5 bölür. Hə, deməli. Baba, bu xətti görürsünüz. Bu xətt bucağı yarı bölür. Yarı bölürsə, deməli, baba, bu bucaq 144'ün yarısıdır. 72 dərəcə olur. Eyni zamanda da bu trapesiyadır da, burada şəkli çəkib göstərirəm, bax. Bax, bu trapesiyadır bu figur, düzdür? Bax, bu figur nə oldu? Trapesiya oldu. Aha. Bu figur trapesiyadırsa, kör bucağı 144 dərəcədirsə, İki bucağı olur 36 dərəcə. Deməli, burada olur 36 dərəcə. Aha, alfa da olur 72, 36 cəmi 108 dərəcə. Çünki alfa niyə 108 olur? Çünki iki daxili bucağı özünə qonşu olmayan xarici bucağına bərabərdir. Cavab E variantı. Artıraq. Belə. Aydın oldu yəqin ki, niyə elə oldu? Bərabərliyin tam əllərin cəmini soruşur. Tam əllər hansılardır? Mənfi 1, 0, 1, 2, 3, 4, 5. Birlər getdi. 5, 14. D variantı. Kvadratın sahəsi tərəfi 4 və 9'dan düzbucaqlının sahəsinə bərabər olarsa kvadratın tərəfini tapın. Aha. Asan sualdır bu. Tərəfi 4, 9 olan düzbucaqlının sahəsi nədir? 4 kere 9, 36. Onda kvadratın tərəfi olur 6. Məxrəci 49'dan düzgün kəsilən cəmini tapın. Məxrəci 49 olan düzgün kəsirlər hansılardır? 49'da 1, 49'da 2, 49'da 3 nöqtələr, sonuncusu 49'da 48. Bax, biz buradan bunu görürsünüz. Bunu ədədi silsilə cəmini tapmalıyıq. 1 üstəgəl 2 üstəgəlinsə nöqtələr üstəgəl 48. Bilir ki, birinci ət 1'dir, sonuncu ət 48'dir. Ümumidə 48 dənə hədd var. S48 bərabər düsturumuz A1 üstəgəlsin AN böl 2 vur N. Yerinə qoyaq. A1 1 AN 48 böl 2 vurulsun 48'ə. Olur 49 böl 2 vur 48. İndi mən bunu silərəm. Bura həmin ifadəni yazarım. 49 vur 48 böl 2. 49'da 7, 48'de 2'ye bölünür. Şu 24 C variantı. Parabolasının təpə nöqtəsinin absisini tapın. N bərabərdir. Mənfi B bölünsün 2A. Mənfi 4 bölünsün 2. Cavab 2 C variantı. Absisini tapdır. Bəli.
getdi bu. Bir dəqiqə. 39'da 39'a şəklin üzərində xeyli iş görülüb. Şagirdimiz savadlı şagirdlərdən biridir. Şagirdən almışam testin. Belə deyək ki, orijinalı əlçatan olmadı. Aha. Trapeziyanı çəkək. Çəkdik. Bir dənə A, B, C, D trapeziyasını çəkək. Bura M, bura N. Bura 15, bura 10. Və AM-i verib 7, onda 2. Bəli, bizdən MB-ni istəyir. Bərabərdir sual. M-ni bilirik. M nədir? Diaqonalların kəsişmə nöqtəsindən keçən. Diaqonalların kəsişmə nöqtəsindən keçən düz xətt 2 vurulsun oturacaqlar, hasili bölünsün oturacaqların cəmi. Bu M-nin ümumi uzunluğudur, M-nin. Amma MO məsafəsini tapmaq üçün bu ifadəni elə bir ki, 2-ni silərəm. Nə başa düşdünmü? Yəni M-ni tapaq, problem yoxdur. M-ni tapaq, 2 vurulsun 10 vur 15 böl 25. 2 ixtisar gedir 5'ə. Burada 5 qalır, burada 2 qalır. Burada 3. 3 kere 2 6, 6 kere 2 12. Onda MO olur 6. Aha. MO 6'dırsa buradan gəlin oxşarlıq quraq. Bura alfadırsa, burada alfadır. Elədirmi? Bəli. Üçbucaq, məsələn, bax, 2 dənə oxşarlıq quracağım burada. 1, bu üçbucağın oxşarlığın. Bir də fərqli rəngdə verirəm. Bax, böyük üçbucağı görürsünüz. Bir dəqiqə yaxşı olmadı. Neyse, hissə çəkək. Böyük üçbucağı gördü sarını. İkisinin oxşarlığını verəcəm. Deməli, mən burada oxşarlıq qursam, kiçik üçbucaqda bu alfanın qarşısında duran AM-in, yəni 7-12-nin böyük üçbucaqda, bura x olsa, 7-12 üstə gəl x-a nisbəti bərabərdir. Burada bir beta yazsam, kiçik üçbucaqda 6-nın 10'a nisbəti. Olur 72 bərabərdir. 6'ın 2'ye oranda 12, 6 7, 42, 43. 43 tam 12 üstə gəlsin 6x. Çıxsam nə baş verir? Çıxsam. Deməli 72'dən çıxsam 43 tam 12'ni bir dəqiqə 6x aha. Sizin ixtisar da gedir. Neyse çıxaq fərqi yoxdur. Ondan 2 çıxanda 8. 11'dən 3 çıxanda 8. 6'dan 4 çıxanda 2. 28 tam onda 8. 28 tam onda 8 bərabər 6x. X da bərabərdir. 4 kere 6 24. 4 tam onda 8. Cevap olur 4 onda 8. Aferin. Düz yazıb. 4 onda 8. C variantı. İfadəsinin qiymətini hesablayın. Sinüs 30 dərəcə 2'də 1. Tangens 45 dərəcədə 1. Kosinüs 60 dərəcədə 2'də 1. Amma kotangens 90 dərəcədən çox uşaq elə bilir ki, almır. Alır. Kotangens nə deməkdir? Kosinüs böl sinüs. Yani kosinüs 90 derece böl sinüs 90. Kosinüs 90 derece 0'dır, sinüs 90 derecede 1'dir. Cevap olur. Nədir bu? 0'ya stop. Hələ 0. Çıxılsın 0. Cevap oldu 2. A variantı. Belə bitdi uşaqlar. İzləsəz yaxşı olar. Nisbətən asan sınaq idi. Çətin sınaq deyildi, amma ümumi olaraq da izləyərsiniz. Hələlik uğurlar sizə.